Salam aleykum. Burada deməli X, Y izomer alkenləri verib. Mən bunu bir yerdə yazıram. Karbon NH2N və 1 mola 1 mol brom 2 daxil olur. Bunlar bir yerdə 4,9 biri sərf olunubdur. 2,1 də biri 4,9 üstə gəl 2,1 bu 7 qram sərf olub. Bura yazıram 14N. Bu da 400 vurulsun 4 bölünsün 100. Bu da 16 qram eləyir. Aşağı da 160 yazıram. N buradan 5'e bərabərdir. Yəni hər iki alken 5 karbona malikdir. Və burada yazıb ki, X alkeni cis trans izomerlikdir. Ona görə biz bunu bu şəkildə yazacağıq ki, cis trans izomerlik olsun. İki qat rabitənin sağına soluna birləşən karbonları müxtəlif qruplar birləşib. Bu penten 2'dir. O birisində isə deməli sp2 S üzrə deməli bir rabitə var Y-də. Bu da belə yazılacaq. Karbon H3, karbon H, karbon H3, 5 dənə karbon və sp2 S üzrə baxın bu hidrogendir. Bu da adlandırılır 2 metil buten 2. Demək bu 28-ci sualın cavabı oldu. Daha sonra bromlu sudan reaksiya aparırıq. Bunun üzərinə brom gələndə biri birləşəcək bura. Biri birləşəcək bura. Olacaq deməli 2, 3 dibrom pentan. Eyni zamanda bura biz brom 2 gəlsə, bromun biri birləşəcək bura. Biri birləşəcək bura bu yandan nömrələyəndə olacaq 2, 3 dibrom 2 metil deməli butan. Sonra yazıb ki, qrafika əsasən X-in bromlaşmasına sərf olunan bromun kütləsi X bizdə deməli 1T5H10 yazaq, yəni kifayətdir. Brom 2. Bu zaman X 4,9 qram sərf olunur. Buraya yazıram 70. Bizdən burada tələb olunur. Deməli bromun kütləsi M buraya yazıram 160. 4,9'u vururam 160'a. Bölürəm deməli 70'e. Bu deməli 11,2 deməli qram eləyir. Və sonra yazdı ki, Y molekulunda birli karbon. Y deməli bizdə karbon H3, karbon H3, karbon H3, karbon H3 idi və birli karbon deməli bu qıraqdakılardır. Bir dənə karbonla biləşənlər, yəni 3 dənə də burada birli karbon olacaqdır.